Allah varsa niyə bu uşaq ölümləri var? Allah varsa niyə bu müharibələr var? Allah varsa niyə bunlar var? Allah varsa bunlar. Vicdanla düşünəndə görsənər ki, bu deyil səbəblər. O məntiqli yanaşsın, bunların hamısının cavabı var. Hamısının cavabı var. Bax, biz inanclıların, dünya bizi için son deyil. Dünyadan sonraki də bir dünyaya, aləmə, ahirət aləminə inanırıq. Bunun cavabını çox gözəl sənə verə bilərəm, qəbul eləyəcəksən. Amma onun cavabını o yoldaşa verə bilmirik. Çünki dünyanın son bilir, ölümüz son bilir. Aydındır mı? Bəli. Hesabı dünyada bilir. Biz hesabı dünyada bilmirik. Bizim hesab dünyada deyil. Hesab dünyadan sonraki zamandadır. Gitler. Bu boydana neler elədi? Soykırımlar elədi, insanlar öldürdü, yandırdı. Ha, ne oldu? Hiç bilinmedi. Şimdi de bilim ki öldü, kaldı, ne bileyim ne oldu. Belki de yaşadı, ömrünün axırınacan getdi. Və bunun cəzası harda olacaq? Ne vaxt bu cəza? Allah varsa niye buna cəza vermir? Allah da var, cəza da verəcək. Cəza günündə.